Azərbaycan Dəmir Yolları yay mövsümündə artan sərnişin tələbatını qarşılamaq məqsədi ilə Bakı-Tbilisi-Bakı marşrutu üzrə qatarların tutumunu artırır. Qurumdan verilən ən son məlumata görə tətil və məzuniyyət dövründə qatarla səyahətə marağın əhəmiyyətli dərəcədə yüksəlməsi nəzərə alınaraq beynəlxalq marşrut üzrə əlavə tədbirlər görülüb. Belə ki, iyunun 11-dən Bakıdan, iyunun 12-dən isə Tbilisidən hərəkət edən qatarlara əlavə vaqonlar qoşulacaq. Bununla da daha çox sərnişinin rahat və təhlükəsiz şəkildə daşınması təmin ediləcəkdir. Məlumata əsasən son aylarda Azərbaycan və Gürcüstan arasında dəmir yolu ilə sərnişin daşımalara maraq artıb. Xüsusilə yay turizmi mövsümünün başlanması, məzuniyyətlərin intensivləşməsi və region ölkələri arasında turizm əlaqələrinin genişlənməsi bu istiqamətdə sərnişin axınının çoxalmasına səbəb olubdur. ADY bildirir ki, əlavə vaqonların qoşulması həm biletlərə olan yüksək tələbatın qarşılanmasına, həm də sərnişinlərin səyahətlərini daha rahat planlaşdırmasına imkan verəcək. Qurum eyni zamanda beynəlxalq marşrutlarda xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin davam etdirildiyini vurğulayıbdır. Qeyd edim ki, Bakı-Tbilisi-Bakı qatarı iki qonşu ölkə arasında ən çox istifadə olunan nəqliyyat vasitələrindən biri hesab olunur. Bu marşrut həm turistlər, həm də işgüzar və şəxsi səfərlər edən sərnişinlər tərəfindən geniş istifadə edilir. Mütəxəssislər hesab edirlər ki, yay aylarında sərnişin sayının daha da artacağı gözlənildiyindən əlavə vaqonların xəttə buraxılması mövcud tələbatın qarşılanmasında mühüm rol oynayacaq.